Solmaz. Nurlanə Cərulla qızı. Qışın ortaları idi. 2 gün idi ki, hər yerə olduğu kimi Bakıya da aramsız qar yağırdı. Avtomobillər, hündür mərtəbəli binaların həyət evlərinin damları və peyk antenlərinin üzəri qarla örtülmüş, yol kənarında sıralanan ağaclar bəyaz qara bürünmüşdü. Qarlı hava şəraiti ilə əlaqədar məktəblər və bəzi iş yerləri bağlanmış, şəhər sözün həqiqi mənasında qatı səssizliyə qərq olmuşdu. Nilufər isə belə havada hamı kimi isti evində yox, Zabrat qəsəbəsindəki qəbiristanlıqda idi. O, 10 dəqiqə idi ki, üstündə Solmaz adı yazılmış qara mərmərdən olan məzar daşını qucaqlayıb dayanmadan göz yaşı tökürdü. Solmaz Nilufərin 3 övladından biri idi. Uşaqları körpə ikən ərini avtomobil qəzasında itirən Nilufər övladlarını restoranda aşpaz işləyərək dolandırırdı. Uşaqların ən böyüyü Solmaz sinif əlacısı idi. Qızcığazın rəssamlığa həvəsi olsa da Nilufər qızının həkim olmasını istəyirdi. Solmaz da təbiətcə sərt olan anasının sözündən çıxa bilməyərək könülsüz də olsa sənədlərini tibb universitetinə verir, ancaq imtahanda aşağı bal topladığı üçün həmin universitetə qəbul ola bilmir. Buna görə Nilufər qızını möhkəm döymüş, işə gedəndə isə mən qaydana qədər özünü öldür demişdi. Zavallı qız da elə onun dediyi kimi edir. Özünü yaşadıkları binanın 6-cı mərtəbəsindən ataraq həyatına son qoyur. İndi istəmədən də olsa qızının ölümünə səbəb olan bu qadın 7 ay idi ki, hər gün qızının məzarına gəlirdi. Allahım, məni bağışla, deyə Nilufər əllərini açıb yalvarmağa başladı, övlad valideynə onun əmanətidir. Mən isə bunu bilə-bilə əmanətə xəyanət etdim. İstəmədən də olsa, doğma övladımın, ən əsası isə bir qulunun öz canına qıymaq kimi böyük bir günaha batmağına səbəb oldum. Yalvarıram sənə, ey uca Rəbbim, haqq hesab günü gələndə qızımı yox, məni hesaba çək. Sonra o, əlləri ilə qızının məzarı üstündəki qarı təmizləyə-təmizləyə sözünə davam etdi. Sən də məni bağışla, qızım, sənin adını Solmaz qoyanda mən oldum, səni solduranda. Dünyaya gəlməyinə də səbəb mən oldum, ölməyinə də. Valideynin olduğum üçün fikrini belə öyrənmədən sənin yerinə qərar vermək, işlərinə qarışmaq haqqımın olduğunu düşünür, səni özümə aid mülkiyyət kimi görürdüm. Sənin də bir insan olduğunu, arzularının, xəyallarının ola biləcəyini isə anlamaq istəmirdim. Hamı kimi sənə də bir dəfə verilən ömrü rahat yaşamağa imkan vermədiyim üçün mən Allahın qarşısında və sənin qarşında günahkaram. Sən bu günahkar ananı bağışla, qızım. Nilufər bunları deyib ağlamaqdan şişib qızaran gözlərini silə-silə, yavaş addımlarla kim bilir bundan sonra neçə dəfə gələcəyi qəbiristanlıqdan çıxdı.